Bir maraqlı sual var. Dinləyicimiz deməli bizim neft dediyimiz ərazidən, yəni neftin balansında olan ərazidən bir torpaq alıb, amma əlində çıxarış dediyi bir sənəd var və indi o torpaqla bağlı alqı-satqı etmək istəyir. Deyir ki, alqı-satqı edə bilmirəm. Mənə deyirlər ki, çıxarışda da göstərilib ki, faktiki mülkiyyətçi kimi, yəni hüquqi tərəf kimi dövlət qeyd olunub. Deyir, indi mən özüm bunu kiməsə, tutaq ki, öz torpağımı başqa bir adama alqı-satqı edə bilmirəm. Neyini müəyyən icra orqanlarına filan da müraciət edeyim. Siz nə məsləhət bilirsiniz? Necə etmək olar? Bu tip keyslər faktiki olaraq Azərbaycanda çoxdur. Bəli. Və əgər orada mülkiyyətçi dövlətdirsə, çox güman ki, həmin şəxs, həmin torpağın mülkiyyətçisi deyil. O qeyd etdiyimiz kimi, onun istifadə hüququ var orada. Dövlət ona istifadə üçün verib həmin torpaq ərazisini. Və belə olan hallarda, əgər öz hüquqlarını digər bir şəxsə ötürmək istəyirsə, ilkin olaraq müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Və əgər hal-hazırki vəziyyətlə o müsbət cavab ala bilmirsə, həmin orqanlardan verilmiş imtinanı qəbul edir və həmin imtina ilə inzibati məhkəmələrə müraciət edə bilir. Niyə görə məhkəmələr deyirəm? Çünki Azərbaycanda bir neçə inzibati məhkəmə var. Bu ərazi aidiyyatına uyğun olaraq bölünüb. Dəyişir. Bəli, dəyişir. Və həmin şəxs qeyd etdiyim kimi müvafiq icra hakimiyyəti orqanlarına müraciət edir, imtinasını alır, əgər imtina veriləcəksə və onunla müraciət edir məhkəməyə və öz hüquqlarının təminatını məhkəmədə tapır.